Satış var, amma pul yoxdur. Niyə? Biznesdə ən çox eşidilən şikayət satış var, amma pul nədənsə yoxdur. Bəzən problemin kökü satışda deyil, pulun idarə olunmasındadır. Gəlin səbəblərə baxaq. Nağd axınının izlənilməməsi. Aylıq maliyyə planı yoxdursa, pulun hara getdiyi bilinmir. Ay sonunda gözlənilməz xərclər yaranır və şirkət sıxıntıya düşür. Unutma, mənfəət bir şeydir, pul dövriyyəsi başqa. Lazımsız və vaxtsız xərclər. Reklam, avadanlıq, geniş ofis, bəzən biznes hələ hazır olmadığı xərclərə girir. Satışdan gələn pul hələ kassaya çatmadan xərclənir və şirkət daim pul defisiti yaşayır. Təchizatçılarla yanlış ödəmə şərtləri. Müştəri sənə 60 günə pul ödəyir, amma sən təchizatçıya 10 günə pul verməlisən. Bu fərq sənin kassanı boşaldır. Doğru ödəmə balansı qurulmasa, şirkət daim kəsirdə olur. Qiymət siyasətində səhvlər. Bəzi bizneslər çox satır, amma qiymətlər o qədər aşağıdır ki, hər satışda çox az qazanır, bəzən isə zərərə düşür. Nəticədə çox satdıqca qazanmırsan, daha çox itirirsən. Satışın çox olması yaxşıdır, amma pul axını idarə olunmasa, bunun faydası yoxdur. Unutma, biznesi yaşadan satış yox, kassaya daxil olan puldur. Pul axınını düzgün idarə et ki, şirkətin sağlam qalsın.